Bildiğiniz gibi Gazprom'la Lukoil'a sanksiya verildi. Lukoil'de bilirsiniz Bakıda, Bulgariyada, Yunanistan'da, Türkiye'de, Ukrayna'da birçok ülkelerde Lukoil çok aktif rol oynuyordu. Gazprom ve Lukoil'a sanksiya verilenden sonra bu Lukoil'un səhmləri, Gazprom'un səhmləri satışa çıxarıldı. Hissələri satıldı. İndi bakın, Sokar Lukoil'un Bulgariyadakı aktivlərini alırdı. Sokar alırdı. 15 gün bundan qabaq mən sizə dedim. Trump'ın oğlu dedi ki, əla, çox gözəl, alın, mənim üçün alın. Rəhbər mən olacağım, siz əlimin altında işləyəcəksiniz, sizə faiz verəcəm. Amma pulu ödəməni siz eləyəcəksiniz. Yəni Trump'ın oğlu üçün alacaq İlham Əliyev pulu verəcək Lukoil'un müxtəlif ölkələrdəki zapravkalarını, neft ayırma zavodlarını və İlham Əliyev oradan faiz götürəcək. Burada Putin, Erdoğan və başqa maraqlar olduğunu nəzərə alacaq bu Trump'ın oğlunun istəyi alınmadı. Baxın ha, gördün, hardan gəlir söhbət, ha, diqqətlə qulaq asın. Trump oğlunu verdi qabağa. Gördü ki, Sokar baş aparır, İlham Əliyev də gəldi Trump'ın yanında, çox götünü qurcutdu. Trump oğlunu qabağa verdi ki, get Əliyev pulunu versin, onlarda pul çoxdur. Versinlər pulunu, rəhbər sən ol, imza yetkisi sən ol. Sənin adına olsun, hər şey onlara faiz verərsən. Və Putin və Erdoğan da Lukoil'un üzərində çox hökümlüdülər. Xüsusilə Putin və belə sövdələşmə Putin və Erdoğanın xoşuna gəlmədi. Putin və Erdoğan danışdı, İlham Əliyevi qabağa vermişdilər, İlham Əliyevin ipini çəkdilər ki, yox, bu bazarlıq bizə sərf eləmədi. İndi görün nə oldu. İlham Əliyevi verdilər, bu dəfə başqa cürə qabağa. Bu dəfə Sokar ipini çəkdilər, İlhamın ipini çəkdilər, bu dəfə başqa cürə İlhamı qabağa verdi Erdoğan və Putin. Necə? İlham Əliyev verdilər bu dəfə qabağa, İsveçrədə İlham Əliyevin ailəsinə məxsus Gumvor şirkəti Lukoil'u almaq istədi. Baxın ha, Sokar, hamı bilir İlhamın ora-bura, Amerika, Trump'ın oğlu alınmadı Sokarla Lukoil'un hissələrini almaq. Çox da ucuz satılır, batmış maldır. Deməli, bu dəfə bu alınmayanda qabağa verdilər İlhamı, yenə çerez İlham Əliyev tapşırıq verdi. İsveçrədə İlham Əliyevin ailəsinə məxsus Gumvor şirkəti bu səhmləri almaq. Pulu daldan buraxırlar, İsveçrədə açdığı şirkət Gumvor şirkəti Lukoil'un səhmlərini alsın. Bulgariyada, Ukraynada, Türkiyədə və hər yerdə. Azərbaycanda və hər yerdə. Hər nəysə, danla baxın. Deməli, İlham Əliyev Gumvor şirkətini, Lukoil şirkətini qabağa verdi. Böyük güclər, yəni Erdoğan və Putin də İlhamı qabağa verdi. İlham da Gumvor şirkətini, ailə şirkətini, İsveçrədə açdığı ailə şirkəti qabağa verdi. Trump 5 gün qabaq nə dedi? Dedi, mən hər şeydən xəbərdaram. Trump dedi bunu. Şveysariyada, yəni İsveçrədə yerləşən bu Lukoil'u almaq istəyən Gumvor şirkəti Azərbaycana məxsusdur. O şirkətin hansı ailəyə məxsus olduğunu mən gözəl bilirəm. Yəni Əliyev ailəsinə məxsus olduğunu mən gözəl bilirəm. Bu Gumvor şirkəti əgər Lukoil'u alarsa, yəni indi Sokarın əlindən, başqa oyunla, Gumvor şirkəti əlindən, yolundan alarlarsa Lukoil'u, həmən günü sanksiya gələcək. Həmən Gumvora. Deməli, Trump, mən bilirəm, Gumvor şirkəti Əliyev ailəsinə məxsusdur. O şirkət Rus maraqlarına xidmət edir. Lukoil'un bir tayıdır Gumvor şirkəti. Trump'ın, yəni mən dedim, mümkün deyil, razı ola bilmərəm. Sanksiya düşüb, Orta Doğuda, Orta Asiyada, Qafqazda və s. gəmilər, şirkətlər. Yəni Trump'ın oğlu demişdi ki, bunları, bu səhmləri ucuz ala bilərəm. Mənim adıma, yəni benzini satmağa qoymuram, qiymətini də salmışam aşağı, yəni ancaq mən sata bilərəm. O şirkətləri mən ala bilərəm. Bizim üçün işləməlidir, hamı biz faiz verməliyik. Yəni Trump'ın oğlunun istədiyi budur. Daha sonra Amerika nə dedi? Lukoil'in pullarını, daha sonra Trump'ın oğlu yenə bir qarmaq atdı. Trump'ın oğlu dedi ki, Sokar daxil, Gumvor daxil, nə olur olsun, hamısını mən almağa və işlətməyə hazıram. Siz mənim işçilərim olacaqsınız, mən sizə faiz verəcəyim. Bizim üçün işləyəcəksiniz. Bunu 5 gün bundan qabaq Trump'ın çıxışından sonra oğlu çıxdı ortaya, oğlu dedi. Son dəfə dedi. 3 gün qabaq isə yəni bir sutka təxminən sonra Putin Erdoğanla yenə də danışdı və razı olmadılar. Dedi nətərə, Lukoil, Sokar olsun, Gumvor olsun, bütün bu neftə aid şirkətlər, qaza aid şirkətlər necə ola bilər Trump'ın əlində olsun, Trump'ın oğluna aid olsun. Onlar da faiz versinlər, faiz də çerez İlham Əliyev zaten hansısa şirkətdə varsa bunlara tula payı 20%'da tula payı çatsın. Razı olmadılar. Trump neynədi? Bütün sövdələşmələr, daxili oyunlar, daxili bazarlıqlar, pərdə arxasında gizli alverlər baş tutmadı və Trump dünənləri nə qərara imza atdı? Sizə göstərəcəyəm. Baxdı, gördü ki Trump, burada İlham Əliyevin çuvallağı oyunları var. İlham Əliyevə bağlı Sokarın, Gumvorun çuvallağı oyunu var. Burada əsas türkülüyü İlham Əliyev Sokar eləyir və salıblar İlham Əliyevi Sokarı, İlham Əliyevə bağlı Gumvoru ortaya salıblar. Trump'ın beyni qızdı və dünənləri Trump imza attı qərara. Nə qərar imzaladı Trump? Baxaq. Bütün dünya mediası yayımladı. Azərbaycan qazını heç kim Avropa, Türkiyə və Ukraynaya ala bilməz. Onlar ancaq Amerikadan sıxılmış qaz alacaqlar. Yanvar ayının 1-dən etibarən Amerika Birləşmiş Ştatları Azərbaycan qazının Ukraynaya, ya qərarı yazıldığı kimi oxuyuram ha. Trump'ın imzaladığı qərarı sizə oxuyuram, birazdan göstərəcəm. Yanvar ayının 1-dən etibarən Amerika Azərbaycandan Ukraynaya
Bolqariyaya, Yunanistana, Macaristana, Avstriyaya, Sloveniyaya, Slovakiyaya, yəni bu xətər üzrə tədarükünü Amerika blokladı. Yəni bilirsiniz buradan keçirdi İtaliyaya zada. Hamısını Amerika blokladı. 20 noyabr saat 14:55 Trump'ın əmri imzalandı. Yəni sizə göstərirəm. Birdən deyərsiniz ki, dedi yalan deyir birdən. Amma mən burada dediyimin tərcüməsini sizə göstərirəm. Ala baxın. Dünyanın ən böyük medialarının ala bax. Baxın, Avropaya qaz xəttləri hansı ölkədən gedirsə, hamısını blokladı. Baxın. Baxın ay millət. Görün bax. Dünyanın ən böyük medialarını göstərirəm sizə. Ala baxın. Baxın. Hamısı təzə xəbərlərdir ha. Bugünün xəbərlərdir ha. Dünənin və bugünün. Azeri də yazıblar, Azeri. Baxın ay millət. Görürsünüz ay millət. Qabil yalan demir ay millət. Baxın. Dünyanın en büyük saytları, devlet saytları. Bakın. Bakın ay millət. Burada indi çox yazılıbdır. Daha sonra bir başkasını göstərebilirim. Bu hakkını az. Hətta hökumət kanallarda yayı var bizim şey. Hakkını az. Azərbaycanın en güclü saytıdır bu. Hakkını az. Bakın. Bakın ay millət. Bakın ay millət. Değerlemedim. İtalya. Bura hardan keçir gaz xəttimiz hardan? Ukrayna. Bir de Türkiye Yunanistan'dan. Vəssalam. Yanvar ayının birinden itibaren Azerbaycan gazı Avrupa'ya, Ukrayna'ya, Yunanistan da bilirsiniz, Yunanistan'dan geçir zaten. Yunanistan dahil Bulgarya'ya hiçbir devlete Azerbaycan gazı nəql edilmeyecek. Vəssalam. Trump qəzəbləndi. Sövdələşmə alınmadı.